xalq ədəbiyyatı unikal sənət abidəsi kimi toplanır, yazıya alınır, tədqiqata cəlb olunur. Folklorşünaslar bu sahənin məcnunları kimi ən geniş arealda sözün, hikmətin soraqçısını çevrilir, el-el, oba-oba gəzib dolaşırlar. Qocaman folklorşünas alim, profesör Sədniq Paşa Pir Sultanlı, rəvayət və əfsanələrin, xalq dastanlarımızın toplanması işinə bütün şuurlu həyatını əsir edib. Bu mövzuda onlarla kitab çap etdirib, lakin onun yaddaşı tükənməz söz xəzinəsidir. Hamı bilir ki, mənim elmi rəhbərim Azərbaycan folklorşünaslığının banilərindən biri olan Təhmasib müəllimdir. Təhmasib müəllim özünün Azərbaycan xalq dastanları orta əsrlərdə 1970-ci ildə çap etdirdiyi kitabında qeyd edirdi ki, mən dastanların təsnifatını şərti olaraq verirəm. Ona görə ki, əfsanələrimiz, rəvayətlərimiz, bahadırlıq eposlarının sujetləri və s. toplanmayıb. Bunlar imkan vermir ki, tam fikir deyəm. Mən elmi rəhbərimin vəsiyyətinə qulaq asaraq el-ön, oymaq, 1001 kənd gəzdim. Onun vəsiyyətinə uyğun olaraq o olan boşluğu doldurdum. Kitablar nəşr etdirdim. 45 kitab nəşr etdirdim. Və özüm də elmi rəhbərimin təsnifatına söykənərək yeni təsnifat verdim. Real tarixi dastanlar haqqında, romantik dastanlar haqqında bölgülər verdim və tədqiqatçılar tərəfindən bu bəyənilir. İstər Azərbaycanda, istər Orta Asiyada, istər Türkiyədə yazılan tədqiqat əsərlərində bunlar təqdir olunur. Və onun sayəsində. Bundan əlavə, mən dastanlarımızda bir yox, iki tarix olduğunu müəyyən çıxartdım, nəzəriyyəni meydan attım. Yəni, Koroğlu kimi əsatiri dastanda bir yox, iki tarix var. Onun Misri qılıcı, Qır atı, Nərəsi, Çənlibel, bunlar əsatirlərdən, əfsanələrdən gəlir. Onların öz tarixi var. Bir də dastanın 16-cı əsrin sonu ilə 17-ci əsrin əvvəlində tarixin müəyyən bir kəsimində formalaşması. Bu tarix ikidir. Amma indiyə qədər doğrudan Almanların Zikvirit dastanının, Manası, Qırğızların, Alan dövlətlərinin, Nart eposunu, bunların kökünü aşmaq mümkün deyildi. Doğrudan da mənim tədqiqatım bu yerlərdə də bəyənilir və yeni bir üsul kimi, yeni bir açar kimi bundan istifadə olunur. Mən sevinirəm ki, bu məsələni meydana qoymuşam. Ondan başqa, mən dastan daxilində, məsələn, Koroğlu'nun özündə bir potansiyel enerji, daxili enerji, Qıratda, Çəllibeldə, Nərədə daxili enerjidir. Lakin bu vaxt kinetik, yəni kinetik, genetik yox, genetik qan yaddaşdır. Kinetik fiziki qanuna görə, elə ki, indi Qıratı Misir qılıcı bağladı belinə, döyüşə girdi, artıq daxili potensiya hərəkətə gəldi, aşkarlaşdı, göz görən bir enerjiyə çevrildi. Mən bu məsələni də, mən burada qısa deyirəm, onu geniş şəkildə sujetini vermişəm, həmin məqalə Almaniyada çap edilir, həmin məqalə Azərbaycanda çap olunur və bunlar elm, ictimaiyyət tərəfindən bəyənilir. Mən Vəli Xuluflunun Koroğlu dastanını oxuyarkən, onun müqəddəməsində Vəli Xuluflu bir neçə qeyd aparır. Onu çap etdirən, oxuyan tədqiqatçılar o məsələyə diqqət eləmir. Aşağı əsəb qeyd edir ki,
mən Köroğlu'nun müəyyən havalarını oxuyanda bunun hansı muğama bağlı olduğunu mən bilirəm. Köroğlu'nun hansı havası muğama bağlıdır. Bax, bu məsələ tədqiqatçıların diqqətinə yayınıbdır. Səlman Mümtaz bizim ən yaxşı toplayıcımızdır, mətin şunasımızdır. O məsələ Şirvanlı Molla Qasımdan danışır və qeyd edir ki, Şirvanlı Molla Qasım 13-cü əsrdə yaşayıb, Həsən Ağunun müasiridir, Yunus İmrənin müasiridir və gözəl bir beyt gətirir ki, Yunus əgri bir gün söz demə, Şirvandan Qasım gələr, səni siğə edər. Yəni, belə bir şəxsiyyətin olmasına şübhə olmaz. Niyə? Ən birincisi, Səlman Mümtaz elə tutarlı şeirlər gətirir, faktlar gətirir. O şeirin dil tarixi baxımından təhrə cəlb eləyəndə doğrudan 13-cü əsrin məhsuludur. O gəlib 17-ci əsrdə, 18-ci əsrdə Xəstə Qasımın balı ola bilməz. Və onun bir dastanı var. Şirvanlı Molla Qasım və Gürcü qızı. Molla Qasım, yəni savadlı Qasım, Molla Cümə, Molla Pənah Vaqif bu mənada başa düşür. Dua yazan molladan deyil. Bunun oxuması, yazması, bilikli olmasıdır. O da Şirvanşahlar sarayına yaxın bir adamdır. Və onun da, biz onun Molla Qasım və Gürcü qızı dastanını əldə etmişik. Onun üzərində işləmək, mən bir daha dönə-dönə Şirvana qayıtmalıyam, kökünü araşdırmalıyam. Onu meydana qoymalıyam ki, həqiqətən 13-cü əsrdə bizim belə mükəmməl bir sənətkarımız var. Mən oxuyarkən gördüm ki, nəzəri cəhətdən Hənəfi Zeynallı atalar sözləri haqqında çox mükəmməl sözlər deyib. Tapmacalar haqqında mükəmməl sözlər deyib. Vəli Xoluflu tapmacaların hətta sonunda 900 neçə tapmacanın cavabını da yazıb. Mən bu sənətkarlarla məşğul olanda mənim diqqətimi kim cəlb etsə yaxşıdır. Əmin Abid. Əmin Abid Azərbaycan folkloruna gəlmiş o nəslin içərisində ən savadlısıdır və nəzəri cəhətdən hazırlıqlıdır. O, bizim heca vəzindən ilk danışan böyük alimdir. 2 böyük yazı çap etdirib 27-ci ildə Marif-i Mədəniyyətdə. O, heca vəzindən danışarkən rəhmətlik. O, bizim aşıq yaradıcılıq kontekstinə arxalanmır. Türkiyədə təhsil aldığı üçün onların tekstlərindən, mətinlərindən istifadə edir, fikrini söylüyor. Təkcə Kərəm haqqında, Kərəm özü Türkiyədə məşhurdur. Kərəm haqqında fikrini deyir və belə bir qənaətə gəlir ki, Yunus İmrədə hələ heca vəzini bərkiməyib, yetişməyib, uyuşmayıb, mükəmməl kafiyə sistemi əldə etməyib. O bəyənir Xətayinin başladığı heca vəzində, o Vaqifdə kamala çatdığını, əsr Kərəmdə heca vəzinin kamala çatdığı fikirlərini rəz sürür. Lakin mən buradan belə qənaətə gəldim, bəlkə rəhmətliyin imkanı olmayıb, bəlkə belədir. Hələ bu qədər də söz deyib, yenə bəsmizdir, yəni bizə açar verir, bizə yol verir, axtaraq. Mən bir qənaətə gəldim ki, doğrudan da bizim heca vəznimiz necə formalaşıb, necə olub biz ona sahib çıxmışıq. Mən etmədim tənbəllik, bu heca vəzni və mənzum ata sözləri. Bunları geniş şəkildə yığdım, təxminən 1000 dənə heca vəznində. 2 hecadan
16-ya qədər kafiyələrim. Və burada bana nə kömək elədi? Qəzənbər Paşa evi İraqdan, Kərkükdən getdiyi atalar sözdə. Onlarla bizimkilərin müqayisə etdim. Arxaik bəzi atalar sözlərini özümüzdə olmayanı orada tapdım. Orada olmayanı burada. Yəni ki, mətin olanda müqayisəli tədqiqat aparmaq olur. Və sonra gəldim mən bunda deyək ki, 1000 dənə atalar sözündən istifadə eləmişəm. 2 hecaldan ta 16 hecaya qədər. Axı mən belə qənaətə gəldim ki, Azərbaycan şeiri təbiəti etibarı 4 misradır. Atalar sözü beyt-beyt kafiyələr bu 4 misra deyil. Və bundan sonra mən tapmacaları keçdim. Bu 4 misralıdır. Doğrudan da dodaq dəyməzlər, bayatı bağlamalar, cinaslı bayatlar, hamısı bunun daxilində yetişir. Bax, bu hecə vəzinli tapmacanı meydana gətirdim. Və sonra, bəs nə vaxtdan aşıq ədəbiyyatında hecə vəzinli şeirlər meydana gəlib, qoşmalar, qərarlar meydana gəlib. Onu da görsə hecə vəzinli bayatı və qoşma möcüzələri. Bu 3-cü kitabı meydana qoydum. Təhmasib müəllim dastanları bölərkən 3 yerə bölür. Yəni onun quruluşunu, sulatnamə, təhkiyə hissələsi və duvaq qapma. Mən hələ özünün sağlığında icazə istədim. Müəllim qəzetində bir məqalə ilə çıxardım ki, tutalım ki, əsl Kərəm yanıbdır, kül olubdur. Onun üstə mən necə duvaq qapma oxuyum? Bəs nə oxuyarlar? Dedim, cahannamələr. Gəlmili, gedimli, rəsonu, sözlü, ölümlü, dünya. İnsana təskinlik verən şeir parçası oxunur və cahannamənin en yüksək formasını Abbas Qıraqlı Vadih yaradır. Və onu da nümunə göstərdim. Sonra mən göstərdim ki, bu faciə qutaran əsərlərin sonunda duvaq qapma əzəncə cahannamə verilir. Bəs o dastanların əvvəlində qəhrəmanlıq əsərin əvvəlində nə verilir, faciənin əvvəlində nə verilir. Bunların haqqında gəldim və gördüm ki, bizim indiyə qədər dastan çap elətmişik 5 cild. Orada verilmiş ustadnamələr yerində deyir. Niyə? Çünki o dövrdə yaranan o dastanların əvvəlində, Qurbanidə, Tuvarqanlı Abbasda, onlarda qətiyyən o ustadnamə verilməmişdi. Məsail nədir? Məsail ərəbcə hadisələrin, məsələlərin cəmi. Hansı məsələləri? Dini şərti olan, dini hadisələri özündə əks etdirən məsələlərin. Və mən bunun əksini axtardım. Yəni, onu oxşarım, onun analogu haradadır? Bunun kökünü Nizaminin Minacat naməsində, mətində, Peyğəmbərin mətində. Bax, bu məsələlərlə başladım bunların məsələlərini tutuşturmağa. İnanın ki, siz mən oxuyum, vaxtı çox aparar. Misraların üstə düşür. Belə sətir və sətir. Az qala evir ki, Nizami Aşıqdan köçür, Aşıq Nizamidən köçür. O qədər qaynayıb qarşıqdır. Axır vaxtlar məni ilgilərdən bir məsələ var, çox narahat edir. Mən bunun üzərinə qayıtmalıyam. Heç mən rahat olası deyirəm, bunlarla kifayətləsi deyirəm. Xızır Peyğəmbər, Arzu Qəmbər öldürülür, düşmən tərəfindən onları dirildir. Həyata qaytarır. Amma başqa əsərlərdə bu qəribi deyək, Hələbdən gətirir, sevgisinə çatdırırdı, deyək ki,
Dədə Qorqudda nədir? Dirsəxanoğlu Buğacı, dağ çiçəyi, ana südü, məlhəm buyururdu. Yəni, bizə çox keyfiyyətləri, Xızırın bizə çox keyfiyyətləri çatırdı. Amma bizə Xızırın indi yeni keyfiyyətlər çatır. İnsan necə dirilir? Və bundan əlavə, biz dastanlar oxuyuruq. Atom axtaran insanlar bunu axtarmır. Güləndəm görür ki, Məmməd yaralanıb, məktub yazır qoyur ki, bax, bu dağda filan çiçəklər bitir. Onları döyərsən, vəlhəm elib yarana qoyub, sağalıb dalına gələrsən. Yaralı Mahmudun Türkiyədən gələndə qarnın cadusu ilə bu başqa bir vəhşi kimi sevgisini gözünə görkür. Qız qılıçla vurur, yaralayır bunu. Ona görə yaralı Mahmud deyirlər. Lakin qız ümidini üzmür. Bir məktub yazır, deyir Mahmud, işdi sağalıb qalxası olsa, filan çiçəkləri yığ, öz yaranı məhəm elə, sağal arxamca gəl. Doğrudan da həmən çiçəklərini istifadə edin. İndi nə üçün biz? Bizim tibb aləm. Bu xalq təbabətindən istifadə edənlər. Bu çiçəkləri nə üçün axtarmırıq? Bax, düz Kürdəmizdən başlayırsa Bakıya yaxınlığına gedər, qarı qamışdır bütün. Gil qamış, suyun dibi gildən tapılmış çiçəkdir. İnsanı cavanlaşdırır, insanı ölümsüz edir. Nə üçün bunları bir laboratoriya qurub? Bu çiçəkləri, otları biz analizdən keçirmirik, fikrimiz demirik. Axı dastanlarımızda heç bir xalqın əsərində, ədəb əsərində belə şey yoxdur. Mənim kimi dünyaya 100 sərnik gəlsə, Azərbaycan folklorunu toplayıb qutara bilməz. O bir dənizdir.